Zəhmət olmasa, Vəhiy 9-cu kitab 1-ci ayədən 12-yə qədər Elçin qardaş oxu. 12 daxil olsun. Bəli. 5-ci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dipsiz dərinliyə enən quyunun açarı ona verildi. O, dipsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi. Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın mührü olmayan insanlara zərər vursunlar. Onlara izin verildi ki, insanları öldürmədən onlara 5 ay işgəncə versinlər. Onların verdiyi işgəncə əqrəbin insanı sancdığı zaman olan işgəncəyə bənzəyir. O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq. Çəyirtkələrin görünüşü döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi, üzləri də insan üzü kimi idi. Onların qadınlarda olan kimi saçları var idi. Dişləri də aslan dişləri kimi idi. Döş dirəkləri dəniz dirəklər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi. Onların əqrəb kimi quyruqları və neştərləri var idi. Quyruqlarında elə gücləri var idi ki, insanlara 5 ay zərər verə bilərdilər. Dipsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi. Onun adı İbranicə Avaddon, Yunanca Apollyon idi. Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha 2 bəla gəlir. Çox sağ ol. Dostlar, keçən səfər kim burada iştirak edibsə, yadında olar ki, yadına salar ki, biz oxuduq ki, göyün ortasında uçan bir qartaldır, Yahya deyir, gördüm. Bəzi əlyazmalarda deyilir ki, bir mələk gördüm. Həmən mələk də, ya da burada dediyi kimi, yazıldığı kimi, həmən şey, deməli, qartal da uca bir səslə, görün nə deyir? Yahya da deyir ki, mən bunu eşitdim. Yer üzündə yaşayanların vay, vay, vay halına. Bu nə olan şeydir görəsən? Yəni, 3 bəla yer üzünə gəlir və burada da qartal uca səslə qışqırır ki, bax, qalan bu şeypurlardan, çalan şeypurlardan, yer üzündə yaşayanların vay, vay, vay da deyici halına. Birinci bəla, biz 9-cu fəsildə indi bayaq eşitdik, Elçin qardaş oxudu, 1-ci ayədən oxuyuruq. Deməli, 5-ci mələk şeypurunu çaldı, onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dipsiz dərinliyə enən quyunun açarı ona verildi. Həmən o ulduza verildi. Sonra da deyilir ki, o dipsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. Nə olan şeydir, dostlar? Bax, bu 9-cu fəsildən artıq biz nəyi görürük? 9-cu fəsildən artıq görürük ki,
ortaya çıxan bir şəxs var. O da həmin o şəxsdən də bu üç bəla və bu birinci bəla çıxır, sonra o biri bir bəla olacaq, sonra bir üçüncü bəla. Bax, həmin o şəxsdən bu bəlalar çıxır. O şəxs görəsən kimdir? Qabaqca biz oxuduq ki, deməli 8-ci fəsildə oxuduq ki, Rəbb Allah öz mələklərini göndərir. Onlar deməli 4 mələk 4 şeypurunu çalır və Allahın qəzəbi yer üzünə tökülür. Yəni Rəbb Allah öz qisasını bu yer üzündə olan yaşayanlardan qisasını alır. İndi isə ortaya ya da deyək meydana çıxan kimdir? Biz burada oxuyuruq. Mən göydən yerə düşmüş bir ulduz gördüm. Sizcə ki, bu nə olan ulduzdur? Göydən, baxın dostlar, yazılmayıb enən, yazılıb ki, düşən. Göydən düşüb. Həmən o ulduza da açar verildi. Görünür ki, biz gördüyümüz ulduzlardan söhbət getmir. Çünki əgər ona o açar verilibsə və baxın hansı açardan söhbət gedir. O dibsiz dərinliyə enən quyunu açdı. Yəni ki, bax bu elə çıxır ki, dibsiz bir yer var, quyu var və onu açmaq lazımdır. Onu açmaq lazımdır. Əzizlərim, mən bir-iki yeri oxumağı istəyirəm. Diqqətlə qulaq asın, maraqlı bir şeydir. Deməli, həmən bu vəhiy kitabında biz 12-ci fəsildə baxın nəyi oxuyuruq. 12-ci fəsildə deyilir ki, Üçüncü ayədən oxuyuram. Göydə başqa bir əlamət zahir oldu. 7 başlı, 10 buynuzlu, başlarının üstündə də 7 kiçik tac olan böyük və od rəngində əjdaha göründü. Onun, həmən o əjdahanın quyruğu göy ulduzlarının 1/3 süpürüb yer üzünə atdı. Burada da ulduzlardan söhbət gedir. Siz əjdaha kimdir? Əjdaha? Bəli. Göydən düşən. İblis. İblisdir. Dostlar, iblisdir. Yəni şeytandır da. Və həmən deməli baxın, bu iblis yazılıb ki, onun quyruğu göy, yəni burada rəmzi şəklində yazılıb. Deməli görün nə edir? Öz quyruğu ilə göy ulduzların 1/3 süpürüb yer üzünə atdı. 1/3 ulduzlar Mələklər atdı da şeytan. mələklərdir. Yəni Rəbb Allaha xidmət edən burada ulduz kimi görünür. 1/3 öz tərəfinə çəkdi. Siz təsəvvür edin. O qədər mələklər var Rəbb Allaha xidmət edən, amma onlardan 1/3 iblisin tərəfini tutdu. Və iblisə xidmət etdilər. Yəni ona baş əydilər və Allaha qarşı, Rəbbə qarşı durdular. Onlar da burada ulduz kimi adlanır. İndi baxın dostlar, Yeşayanın kitabında da, Yeşaya peyğəmbərin kitabından oxumaq istəyirəm. 14-cü fəsildə nə yazılıb? İblis haqqında deyilir. Baxın necə yazılıb. 14-cü fəsil 12-ci ayədən oxuyuram. Ey parlaq ulduz. Baxın necə Rəbb burada onun haqqında deyir. Ey parlaq ulduz, dan oğlu. Necə də göydən yerə düşdün. Ey millətlər tapdalayıb keçən, necə də yerə yıxıldın. Sən ürəyində dedin, göylərə qalxacağam. Taxtımı Allahın ulduzları üzərində ucaldacağam. Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam. Uca buludların üzərinə çıxacağam. Haqq Taala kimi olacağam.
ona bənzər olacağam, onun kimi. Yəni bu onun ürəyində belə bir pislik, şər yaranıb və ürəyində görün nə deyir? Deyir ki, yəni mən uca buludların üzərinə çıxaraq Rəbb Allaha ona bənzər olmaq istəyirəm. Yəni onun yerini tutmaq istəyirəm. Ya da başqa sözlə mən haqq Taala olacağam. Mən küllükdəyər olacağam. Mən Allah olacağam. Və Rəbb Allahın səltənətində olan mələklərinin 1/3-ni öz tərəfinə çəkir. Onlar da Rəbb Allaha qarşı dururlar. Orada yəni üsyanlıq oldu. Və burada da görün necə Yeşaya Peyğəmbər onu adlandırır. Ey parlaqdır ulduz, dan oğlu, parlaq ulduz. Bax onu eləcə yəni nə vaxtsa Rəbb Allah adlandırırdı. Yəni bu doğrudan da iblis nə vaxtsa Allahın baş mələyi olub. Baş mələyi olub. Rəbb Allaha qulluq edirdi. Baş mələk olduğuna görə mələklər də həmən bu iblisə yəni ona xidmət edirdilər, ona tabe edirdilər. Amma o bəzi mələklərlə Rəbb Allaha qarşı durdu. Və biz burada da Vəhiy kitabında oxuyuruq ki, mən göydən yerə düşmüş, orada da oxuduq. Ey parlaq ulduz, necə də göydən yerə düşdün. Burada da deyilir ki, mən deyir göydən yerə düşmüş bir ulduz gördüm. Anladınız dostlar kimdir? Burada iblisdən söhbət gedir. İndi bu yerə düşən kimi, yerə atılan kimi, yəni ki bu qovuldu artıq, atıldı. Yerə atılan kimi görün nə edir? Ona səlahiyyət verilir, ona bir açar verilir. O açarla nə edir? Yazılıb ki, o dipsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin deməli tüstüsünə bənzər tüstü çıxdı. Elə bil ki, cəhənnəmin artıq bu qaranlıq zindanın açarları onun əlindədir. O açarları da yəni əldə edərək deməli həmən o zindanı açır. Nə vaxtsa Rəbb Allah bir neçə həmən o mələkləri artıq murdar ruha döndülər, cinə döndülər, belə deyək, murdar ruh oldu. Onları zindana atdı. Bilirsiniz niyə? Onları qandaladı. Yəni ki, zindana ona görə atdı ki, bütün bəşəriyyətə, yəni insanlara ziyan olmasın, insanları qırmasın. Onların belə bir səlahiyyəti var idi. İndi isə artıq hər şey iblisin əlindədir. Və bu birinci bəla, biz burada oxuyuruq, görün, həmən o ulduz nə edir? Zindanı açır, elə bil o quyunu açır. Quyudan da görün nə çıxır. Elə bil bu qaranlıq bir tüstü çıxır, yazılıb. Yəni bu doğrudan da belə bir şey gələcəkdə olacaq. Bu qiyamət günündən söhbət gedir artıq. Və oradan da maraqlı bir məxluqlar çıxır. Yazılıb ki, tüstünün içindən yer üzünə çərtkələr çıxdı. Bilirsiniz bunu belə niyə yazıb? Yahya başqa bir söz tapa bilmədi. Bax, o məxluqları görəndə özü də qorxuya, özü də dəhşətə düşdü. Çünki bu məxluqları, bu murdar ruhları görəndə özü də görəsən bu nə olan şeydir və burada belə bir göstərir nə olan bir məxluqlardır. Yazılıb ki, bax bu deməli çərtkələr çıxdı tüstünün içindən və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi. Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız
alınlarına Allahın möhrü olmayan insanlara zərər vursunlar. 8-ci fəsildə biz oxuyuruq ki, insanlara mələklər toxunmasın. Yalnız yadınızdadırsa, yaşıllığa, təbiətə, elə deyilmi? Burada isə əksinə, yaşıllığa əl vurulmasın, yalnız insanlara. Özə hansı insanlardan söhbət gedir, hansı ki tövbə etməyib, hansı ki Rəbb Allahla barışmayıb. Bax, onlar burada qalıb işgəncə olar, yəni işgəncədən keçib dəhşətə düşəcəklər. Baxın necə yazılıb. Yazılıb ki, bax həmin o murdar ruhlara izin verildi ki, insanları öldürmədən onlara 5 ay işgəncə versinlər. Dostlar, murdar ruha tutulmuş insanları görmüsünüz? Dəhşətli bir insandılar. Onların dahilində, elələri də var, onların dahilində bu murdar ruhlar var. Biz İncil kitabında da oxuyuruq. Lukanın, məsəl üçün, müjdəsində 8-ci fəsildə deyilir ki, İsa deməli, Qadar ölkəsinə gələrək bir nəfərlə rastlaşdı. Bu insan, yazdığı insan mağaralarda qalarmış, özdəki paltarı yox, tez-tez özünü qayalara, dağlara çırparmış və uzaqdan İsanı görən kimi qaça-qaça ona yaxınlaşıb, ona səcdə etdi və ucadan bir səs, bir səslə, ucadan qışqırdı. Dedi ki, ey var olan Allahın oğlu, sən bura nə üçün gəlmirsən? Vaxtından tez gəldin. Bizi, başqa sözlə belə deyək də, öz sözümlə deyəcəm ki, sən indidən bizi buradan qovursan, nə üçün gəlmirsən? Və İsa Məsih həmən o insana müraciət edərkən soruşur ki, əvvəl susturur, sonra deyir ki, adın nədir? Və dahilində olan murdar ruh dedi ki, adım Legiondur. Legion da ki, bir yox, 2 yox, 100 yox, 1000 yox, bir neçə min murdar ruha tutulub. Siz təsəvvür edin, neçə min murdar ruha tutulub. O yazıq insanı sağaltdı İsa Məsih. O ruhları qovdu. O ruhlar da ki, donuzların bir donuz sürüsü var idi, donuzlara girdi. Donuzlar da ki, o saat deməli uçurum var idi, uçuruma düşdü, uçurumdan dənizə düşüb, dənizdə də boğuldular. Burada isə biz görürük ki, indi bilmirəm nə qədər, hansı bir sayda bu murdar ruhlar çətkiyələrə, çətkələrə bənzər, quyruqlar da əqrəb quyruqları, gücləri də əqrəb qədər, bu gücləri vardır. Onlar insanları sancır. Başqa sözlə, bütün bəşəriyyət, bütün insanlar, indi biz hərdən nadir halda görürük, 1 nəfər, 2 nəfər hərdən olurdu. Amma burada isə bütün bəşəriyyət murdar ruha tutulacaq. Onlar nə axtaracaq 5 ay? Ölüm axtaracaq. Amma ölüm onlardan qaçacaq. Siz təsəvvür edin. Onlar o qədər yorulacaqlar ki, dinclik axtarıb tapa bilməyəcəklər. Amma burada da deyilir ki, bunlar bəlkə qışqırtı ilə yalvaracaqlar, ölüm axtaracaqlar. Gəl kimsə götürüb mənim üstüm başıma daş çırpkla, öldürüklə, yıxkla, heç kəs bunu etməyəcək. Murdar ruh bunları qovacaq. Onlara işgəncə verəcək. Bu dəhşətli bir bəladır. Doğrudan da elədir. Siz təsəvvür edin. İnsan hələ bugünə qədər belə insanların başına elə belə bir iş gəlməyib, rast gəlməyiblər belə bir əhvalatla. Və bunu görəndə, belə bir şey olanda, ki, iblis təsəvvür edin, insanı necə incidəcək. Necə də incidəcək. O əmr edəcək, öz murdar ruhlarına əmr edəcək ki, filan kəsi. Bax, bütün burada olanları hamısını neynəklə
incitkinəm. İncitkinəm. Dostlar, Əyyub kitabında biz oxuyuruq ki, Əyyub əməlli salih bir insan idi. Allahdan qorxan mömin bir insan idi. Və günlərin birində yazılıb ki, Rəbb Allahın qarşısında mələklər yığılışıb və onun qarşısında kim durub? Yazılıb ki, iblis durub. Və Allah onu görəndə soruşub ki, sən hardan gəlmirsən? Nə deyib, yadınızdadır? Yer üzünü dolaşıb, Sənin bəndən olan gəlmişəm. Sən Əyyuba deyir, mənim qoluma deyir, bir diqqət yetirmisənmi? Başqa sözə baxın, iblis yəni deyir ki, mən bütün yer üzünü dolaşıb, gəlib, yəni ki, sənin zuhurunda durub demək istəyirəm ki, bax, bu orada olan insanlar hamısı mənimdir. Amma Allah deyir ki, yox, elə deyir. Sən Əyyuba diqqət yetirmisən, onun kimi əməlli salih, onun kimi mömin bir adam yoxdur. Deyir, əlbəttə ki, sən onu qoruyursan. Ondan əl çək, gör, səni izzətləndirəcəkmi ya yox? Burada da, elə bil ki, burada deyilir ki, bax, bu insanlardan indi əl çək, əl çək. Onları mənə ver. Gör, onlar səni axtaracaqlarmı ya yox? Dostlar, bu zülümdə, bu insanlar Allahı axtarmadılar. Axtarmadılar. Böyük bir bəlaya düşdülər, axtarmadılar. Murdar ruhlar bu insanları incidirlər. O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq. Və burada da deyilir ki, çəyirtkənin görünüşü necə olub? Onlar elə bil ki, döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi. Elə bil ki, bax, onlara belə bir səlahiyyət verilir. Onlar elə bil ki, hökmranlıq edir. Onların baş açmaq olmur. Burada belə bir yazılıb ki, sürətinə baxırsan, dəhşətli belə bir çərtkə heç görməmişik biz, bir çərtkə olsun. Bu çərtkə deyil əslində. Bu murdar ruhlarda o çərtkəyə bənzər bir şeydir. İndi bəzi şəkillər yazılar, çəkirlər. Məsəl üçün, murdar ruhu ya iblisi bu ad nədir? Boynuzlarla yadla çəkirlər. Əslində elə deyil. İblis əslində gözəl bir mələkdir. Çox gözəl bir mələkdir. Amma görkəmi dəyişilə bilər. İnsanları qorxutmaq üçün. Eləcə də bax, bu ona xidmət edən bu murdar ruhlar, onların da görkəmi biz burada görürük ki, doğrudan da dəyişilir. İnsanları da qorxutmaq üçün. İblis peşman olabilir. Peşman olsaydı biz burada görürdük ki, doğrudan da Rəbbə qarşı durmazdı. Yox, peşman deyil. Yox, yox. Axıra qədər, yəni Rəbbə qarşı duracaq. Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha 2 bəla gəlir. 13-cü ayədən kim oxuyar, dostlar? Əli qardaş, biraz uca səslə, 13-dən axıra qədər. 6-cı mələk şeypurunu çaldı. Onda mən Allahın önündəki qızıl qurbancağın 4 buynuzundan gələn bir səs eşitdim. Bu səs şeypuru olan 6-cı mələyə deyirdi: Böyük Fərat çayının kənarında bağlanan 4 mələyi burax. Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış 4 mələk buraxıldı ki, insanların 1/3-ni öldürsün. Atlı qoşunların sayı 200 milyon idi. Mən onların sayını eşitdim. Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm. Onların od, tünd göy və kükürt rəngində döş zirehləri var idi. Atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürt çıxırdı. Bu 3 bəladan, yəni onların ağzından çıxan od, tüstü və kükürtdən insanların 1/3 həlak oldu. Çünki atların gücü onların ağzında və quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır və atlar bu başlarla da zəhər vururlar. Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə,
eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunç, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər. Həmçinin onlar nə qatilliklərindən, nə sehirbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluluqlarından tövbə etdilər. Yəni Bura qədər. Bura qədər. Çox sağ ol. Deməli 6-cı mələk şeypuru çalan kimi baxın nə yazılıb. Mən Allahın önündəki qızıl qurbangahın 4 buynuzundan gələn bir səs eşitdim. Yəni səltənətdən, oradan göylərdən bir deyir səs eşitdim. Bu səs şeypuru olan 6-cı mələyə deyirdi. Böyük Fərat çayının kənarında bağlanan 4 mələyi burax. İndi o dipsiz quyunun içində yox, Fərat çayının qırağında 4 mələk vardır. Onları da buraxmaq lazımdır. Onların əl qolu bağlıdır. Bu da bir məcazi mənadadır. Amma orada onlar bugünə qədər saxlanılır. Fərat çayı bilirsiniz hardan axır? Hardan başlanır? Türkiyədən başlayır. Türkiyədən başlayır, bəli, düz. Çalışmıramsa İraq ölkəsinə qədər, bax o ərəb ölkələrindən keçir. Həmin o Fərat çayı da qurumalıdır. Getdikcə indi bizim dövrümüzdə indi hal-hazırda quruyur. Tam quruyan kimi iblisin ordusu da oradan keçməlidir. Onu biz deməli gələcəkdə oxuyub bu haqqda danışacağıq. Və həmin o yerdə dostlar 4 mələk var. İndi burada mələk kimi göstərilir. Bu doğrudan da nə vaxtsa Rəbb Allahın mələyi olub, amma bu mələklər yenə də Rəbb Allahın hal-hazırda mələyi deyil. Onlar iblisə qulluq edir. Onların əl qolu bağlıdır. Və bu dəhşətli mələklərdir. Baxın necə yazılıb. Onları deyir burax. Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış 4 mələk buraxıldı ki, insanların 1/3 öldürsün. Biz 6-cı fəsildə oxuduq ki, deməli bir atlı ortaya çıxır və insanları qırır. 6-cı fəsildə oxuyuruq ki, insanların 1/3 qırılır. Burada da yenə insanların 1/3 qırılır. Və yazılıb ki, cəmi bir il, bir ay, bir gün və bir saat o mələklərə səlahiyyət veriləcək. Başqa sözlə, bir il, bir ay. Burada həm bir gün, bir saat da deyilir. Yəni ki, bu qədər onlara vaxt veriləcək ki, insanların başına belə bir dərd gətirsin. Onlar insanları qıracaq. Deməli, baxın dostlar, maraqlısı nədir? 1/3 qırılıb bir və yenə də biz oxuyuruq ki, 1/3 yenə də bir hissə qırılır. Əgər 8 milyard əhalidən 1/3 qırılırsa nə qədər təxminən gedir? 1/3 nə qədərdir? Bir hissə də belə deyək də, elə deyilmi? Yenə də 1/3 demək olar ki, o 8 milyarddan artıq insanların 50% qırıldı. 50% artıq yaşamır. Siz təsəvvür edin, 4 milyard insan qırılacaq. 50% getdi. Və baxın, sonra da deyilir ki, atlı qoşunların sayı 200 milyon idi. Yəni ki, bax, onların həmən o 4 mələyin də atlıları var. Yəni onlara xidmət, o murdar ruhlar var. 1 deyil, 1000 deyil, 100 min də deyil, 200 milyona qədərdir. Siz indi təsəvvür edin, nə qədər Rəbb Allaha qarşı bu hal-hazırda murdar ruhlar var, nə qədər ona qarşı durublar. Nə qədər bu göydə olan mələklərini iblis öz tərəfinə çəkdi. Siz təsəvvür edin, nə qədər doğrudan da bu say indi insanlara qarşı durur və onlar da insanları qırmağa da hazırdır və qıracaqlar. Mən görüntüdə
Atları və onların belində oturan atları bu cür gördüm. Onların od, tünd deməli göy və kükürt rəngində döş zirehləri var idi. Atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürt çıxırdı. Bəzi insanlar deyir ki, indi Yahya o vaxt, o dövrdə gördüklərini yazırdı. O vaxt, yəni birinci əsrdə nə raketlər var idi, nə tanklar var idi, belə bir silahlar olmayıb. Ola bilsin ki, doğrudan da indiki silahlar, biz görürük ki, o silahların ağzından götürək, məsələn, oddur, kükürtdür, çıxır da, öldürür, qırır adamları. Ola bilsin ki, bax belə bu insanlar vasitəsilə 4 mələk, yəni ki, bax onlarla idarə edərək başqa insanları qırsınlar. Ola bilsin. Ya da ki, ola bilsin ki, doğrudan da belə bir Yahya şəkil gördü ki, o keçmişdə gördü. Yəni ki, bu gələcək haqqında deyir ki, bax bu ruhlar insanlara qarşı durub, onların ağzından, onların atlarının ağzından elə bil ki, bax bu od və kükürt çıxıb bütün insanları qıracaq. Mən bilirsiniz, dəqiq deyə bilmərəm. Doğrudan da ola bilsin ki, bax indi müasir bir silahlar vardır. O silahlarla insanlar insanları qırır. Doğrudan da. İndi silahların adlarına baxın. Silah məsəl üçün insan hazırlayır və o silah, hər bir silahın öz adı var. Hər bir belə deyək, raketin öz adı var. Özdəki adları da iblis adlarıdır. Apollon. Ya məsəl üçün bu şaxetlərdir də, şaxet nə deməkdir? Özünü qıran da, özünü öldürən. Bu indi raketlər məsəl üçün bu o adı nədir? Bu uçan aparatlar, məsələn, onun adları şaxetdir. Sonra əjdaha da var, drakon, məsəl üçün, belə bir silahlar, raketlər, kosmik bir aparatlar da var. Dəhşətlidir. İnsanlar özləri də bilməyərək belə bir ad verir, şeytanın adını verir o silahların adları. Belə bir adlardır və insanlar da bir-birini qorxudurlar. Baxın, məndə belə bir silah var. Mənə qarşı kim dura bilər? Kim dura bilər? Əgər Qabilə qarşı, məsəl üçün, 7 dəfə qisas alınarsa, Lameh deyir ki, 70 dəfə 7, yəni mənə qarşı. İndi isə insanlar dəhşətdir. Hamı elə bil ki, bütün ölkələr də bir-birinə qarşı lovğalanır, paradlar keçirdirlər, hərbi paradları keçirdirlər və göstərirlər. Baxın, bizim silahlarımız var. Bizə qarşı kim dura bilər? Kim dura bilər? Kimi istəyirsən qıra bilərəm. Çünki mənim belə bir silahım var. Əzizlərim, amma əslində bu silah nə üçündür? İnsanı məhv etmək üçün. Və biz burada da görürük ki, elə də yəni olacaq. İnsan silahı nə üçün yaradır? Öldürmək üçün. Bir tərəfdən güya ki, özünü qorumaq üçün. Amma əslində görürsən ki, kiminsə hansı bir ölkəyə cumub, o ölkənin əhalisini qırıb, öldürmək, həlak etmək. Burada da biz görürük ki, doğrudan da bu mələklər bir il içində insanların 1/3 qıracaqlar. Və bəşəriyyətin başına belə bir bəla gələcək. Biz 20-ci ayədən oxuyuruq ki, bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Elə də anlamadılar. Cinlərə və deməli görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunç, tac, tunç, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər. Həmçinin onlar nə qatilliklərdən, nə sehrbazlıqdan, nə əhlaqsızlıqdan, nə də oğurluqlarından tövbə etdilər. Burada 4 bir günahlardan söhbət də gedir. Baxın dostlar, oğurlular oğurluqdan tövbə etmir.
Əhlaqsızlar doludur. Öz bu əhlaqsız işlərindən peşman olub tövbə etmirlər. Sehrbazlar doludur, dostlar. Hal-hazırda baxın, hal-hazırda deyəndə neçə ildir ki, insanın bu beyninə, ağlına da doğrusu bu lazım olmayan məlumatlarla doldururlar. Sən hansı bürcünsən deyir? Mən əqrəbəm deyir. Mən aslanam. Nə yaxşıdır. Dostlar, aslan bu həftə bu aslanın həftəsidir deyir. Bu əqrəb isə bu ona toxunma inan. Ben de kaynamam. Eşitmisiniz də bu bürclərə inanırlar. Bu sehrbazlıqdır əslində. Bu işlərdən əl çəkmirlər. Əzizlərim, bu şeylərə inanırlar, baxırlar, oxuyurlar. Görəsən sabah həmən gün mənə düşürmü, düşmür. Sabah gedim, işləyim, işləməyim. Sabah bu işi görüm, görməyim. İnanırlar. Qabağıma belə nə çıxsa da bu... Eve kaydır, eve. Deyir, əlim qaşındısa, burnun qaşınanda nə olacaq? Burnundan vuracaqlar. Dostlar, bu lazım olmayan şeylərə inanırlar. Amma həqiqətə inanmırlar. Həqiqətə inanmırlar. Eve sağ ayağına, eve sağ ayağına. Sehrbazlar da ki, o vaxtı elə adlanırdı. Sehrbazlar. Yəni Yahyanın dövründə sehrbazlar olub. İndi isə bizim dövrdə bu ad bilirsiniz, bəli, bu çevrilib ekstrasenslər olub, belə deyək də, adları belədir. Ekstrasenslə və s. Yer özü doludur əzizlərim. Və qatil olan insanlar qatil də çoxdur. Onlar öz günahlarından dönmədilər. Heç biri də tövbə etmədi. Baxmayaraq ki, yer üzünə belə bir bəlalar gəlir. Bu ikinci bəladan da 1/3 insanlar qırılır. Dostlar, nə yaxşı ki, Rəbb bizi bu yer üzündə tapıb, bizi xilas edib, bizim ürəklərimizi yuyub, təmizlədi. Biz onu tanımasaydıq, görəsən bizim vəziyyətimiz necə olardı? Mən bir nəfərlə Rusiyyədə görüşmüşəm. Deməli, şimal zonasında yaşayarkən orada da bir qardaşımız orada müjdəni yayır. Bu oranın əhalisi ilə söhbət edərək tanış olur. Onlar da ova gedirlər. Məsəl üçün maraldır, nədir? Maralı öldürüb evə gətirib onu ondan bir xörək bişirirlər də. Və onların da Allahı bilsiz nədir? Mənə gətirmişlər. Balaca belə bir taxtadır. Barmaq boyda. Barmaq boyda. Onu deməli bir belə deyək də bir parçaya bürüyüb qucağında, cibində aparıb mənə vermişdilər, göstərmişdilər. Cibində aparıb ona dua edirlər ki, ay Allah, nə olar bir ova çıxıram da, kömək etkinəm mən ova çıxım bir qabağıma, qarşıma bir maral çıxsın. Düşüncə yoxdur ki, bunu özləri cavab. Siz təsəvvür edin. Qabağına maral çıxmadı. Qabağına maral çıxmadı. Bilirsiniz nə edir? Kucaq sildi. Yo, o həmən o öz tanrısını, öz Allahını götürüb, qoyur bir yerə, bir neçə addım arxaya tüfəng götürüb onu vurur, öldürür. Sən yalançı Allahsan. Dostlar, qulaq asın, indi yazıq edir. Onu vurur, öldürür. Yenidən özünə bir tanrı düzəldir. Yenə onu eləyir, bürür. O Allahı öldürdü, daha sonra getdi. Yenə özünə bir tanrı düzəldir, bir balaca taxtadan. Onu bükür və ona deməli dua edir ki, mənə kömək et. Əgər qabağına maral çıxdısa, bu bütün günü başını əyib həmin o taxtanın qarşısında dua. Bax, bu bizim dövrümüzdədir. Mənə göstərdilər. Mən də bizim cəmiyyətimizə həmin o balaca tanrını gətirib göstərmişdim bizim bacı qardaşlarımıza. Baxın, bax buna baş əyirlər. Buna baş əyirlər. Bilmirəm, hara atdım sonra, ya kimsə əlimdən götürdü onu. Dostlar, deyilir ki,